Hər vaxtınız xeyir. Bugün seriyamızın 5-ci dərsi ilə davam edirik. Bugün artıq Word-ümüzü əsas funksiyalarından danışaraq bitirməyə çalışacağıq. Əlbəttə ki, sadəcə əsas funksiyalardan danışırıq. Digər köməkçi və yardımçı funksiyalara toxunmuruq. Bizə ən çox lazım olan funksiyalara danışacağıq. Gəlin videoya başlayalım. Mən videoya başlayana qədər siz də kanala abunə ola bilərsiniz. Davam edeyim. Daxil oluram. Keçən dəfə home bölməsindən danışmışdıq. Bugün danışacağıq insert bölməsindən. Insert bölməsi nədir? Word-ə əlavələr etmək üçün istifadə olunur. İlk əvvəl başlayalım table bölməsindən. Cədvəl əlavə etmək üçün istifadə olunur. Cədvəl əlavə etdikdən sonra baxın bu formada xanalar mövcuddur. Eyni formada gəlib biz insert table-dan da bunu edə bilərik. Misal üçün deyək ki, column sayısı 4, row sayısı 5, yəni 4 sütunluq 5 sətirli bir sütun yaradacaq. Sütun yaratdıqdan sonra yuxarıda tablar bölməsində 2 tabımız daha yaranır. Design və layout tabı. Design tabı zaten adından da məlum olduğu kimi müəyyən düzənləmələr, müəyyən görüntü dəyişiklikləri etmək üçün istifadə olunur. Əlbəttə ki, indi nadirən də olsa istifadə olunur. Amma biz əsas danışacağıq layout tabından. İlk əvvəl soldan sağa doğru başlayaq. Table nədir? Qələmlə biz əlavə sütunlar və sətirlər çəkə bilərik və ya əlavə edə bilərik. Yəni bir növ yeni yaradıcılıq yarada bilirik. Biraz daha yaxınlaşdırırıq və bu formada cizgilər çəkdikdə artıq bu xanalar bölünmüş olur. Və ya bunu erasır bölməsində, yəni pozanla yazdıqlarımızı, yəni çəkdiklərimizi silə bilərik. Gəldik delete bölməsinə. Adından məlum olduğu kimi delete silmək deməkdir. Əlbəttə ki, dayandığımız mövqedən çox şəxsdir. Misal üçün, hal-hazırda bizim dayandığımız yer 2-ci sütun, 3-cü sətirdir. Delete bölməsinə gəlsəm, xananı, yəni delete cell, xananı sil, column, yəni sütunu sil, yəni mənim olduğum 2-ci sütunu siləcək. Delete row, sətri sil, yəni mənim olduğum, baxın, 3-cü sətri siləcək, çünki göstərgəm buradadır. Eyni formada delete table, mənim olduğum bütün cədvəli siləcək. Insert bölməmiz var bunun da daxilində. Row-umuz var, baxın, insert row işarəsindən də məlum olduğu kimi yuxarı bir sətr əlavə etmək üçündür. Baxın, yeni sətr əlavə olunur. Digər insertimiz, baxın, işarəsindən də zaten məlum olduğu kimi aşağı formada sətr əlavə edir. Insert column left və right var, yəni sola və sağa sətri əlavə etmək üçün. Misal üçün, mən burada dayanmışamsa, artıq left ilə sol hissəyə bir sətr əlavə olunacaq və ya sağ hissəyə bir sətr əlavə olunacaq. Eyni formada bizim xanalarımızı bölmək və birləşdirmək üçün olan funksiyalarımız da var. Misal üçün, biz əgər xanaya başlıq vermək istəyirsə, sətirdəki xanaları seçdikdən sonra merge edib, baxın, xanaları birləşdirə bilərəm və bu bizə başlıq forması verəcək. Və ya hər hansı bir xananı hissələrə ayıra bilərəm. Misal üçün, bu xanamı mən 2 sütuna və ya 3 sütuna ayırmaq istəyirəm. Split chess-lə, baxın, 3 sütuna ayırmaq istəyirəmsə, 3 və 3 sütuna ayrılır. Və ya bu xanamı mən 2 sətrə ayırmaq istəyirəmsə, baxın, bunu 1-ə gətirirəm, bunu isə 2-yə və ya 3-ə və ya daha çoxunu gətirə bilərəm. Və avtomatik olaraq 3 sətirdən ibarət oldu. Eyni formada split table var, özündən yuxarıdakı sətri cədvəldən ayırır. Gəldik layout bölməsinə. Burada xanalarımızın ölçülərini müəyyənləşdirə bilərik. Misal üçün, başlığın daha böyük olmağını istəyiriksə, hündürlük cəhətdən baxın, buradan gəlib artıra bilərik. Və ya belə deyək, sətrin ölçüsü, yan tərəfdən ölçülərini azalda bilərik. Və ya xanada yazılan hər hansı bir məlumatı xananın hissəsinə uyğun olaraq yerləşdirək yerini dəyişə bilərik. Misal üçün, sağ küncünə və ya mərkəzdə. Eyni formada textin yazılma formasını dəyişə bilərik. Gəldik insert bölməmizə. Insert bölməmizdə ikinci bölməmiz picture bölməsidir. Picture bölməsi nədir? Biz Word-ümüzə müəyyən şəkilləri, pictureləri əlavə edə bilirik. Rahat yollardan biri device-imizdən, yəni hər hansı bir, yəni bizim cihazımızdan, hər hansı bir yaddaşımızdan gəlib şəkilləri götürə bilərik. Misal üçün, download bölməsində sizin üçün burada 2 şəkil əlavə etmişəm. Picture bölməsini seçdim, insert vururam və avtomatik şəklin bura əlavə olunur. Eyni formada bu şəkil üzərində müəyyən əməliyyatları yerinə yetirə bilərəm
Zaten formalarına baxanda bilinir. Ölçüsünü azaldıb, çoxaldı. Zaten bunu biz buradan manuel olaraq edə bilirik. Şəklin üzərində vurduqdan sonra delete vuraraq silə bilərəm. Və ya bizim ən çox istifadə etdiyimiz yol, biz Chrome hər hansı bir tarayıcına istənilən şəkli axtarışa veririk. Daha sonra şəkli kopyalamamız və gəlib burada Ctrl-V vurmamız şəkli bura yapışdırmamıza kifayət edəcəkdir. Ctrl-Z-dən geri ala bilərəm. Shape bölməmiz burada belə bir fiqurlarımız var. Burada istənilən fiquru biz əlavə edə bilirik. Eyni formada fiqurun tərkibinə yazı yaza bilərik. Insert ikonlarımız var. Bir növ kiçik logolar formasındadır. Hal-hazırda şəbəkəm yoxdur deyə qoşula bilmədim. 3D modellərimiz var. Eyni formada lazım deyil. Sizə smart artlarımız var. Burada hal-hazırda belə listlər formasında verilir. Ən çox bunlar PowerPoint-da lazım olur. Burada qrafiklərimiz var. Biz bunları istifadə edəcəyik ən çox Excel-də. Qısa bir izah edim. Əlavə etdikdə yeni bir Excel dosyamız yaranır burada. Və artıq burada etdiyim bütün dəyişikliklər burada şamil oldu. Misal üçün seriya 1. Baxın, seriya 1 mavi rəngdir. Və kateqoriya 1-miz 3 dənə belə deyək ki, seriyamız var. Misal üçün kateqoriya 1-də, yəni bu kateqoriyada seriyaların rəqəmlərini dəyişən. Tutaq ki, bunu 50 edim. Baxın, bu avtomatik 50-yə qalxdı. Və ya bunu 35 edərsəm, 35-ə, bunu 65 edərsəm, bu da 65-ə yüksələcəkdir. Buna Excel-də toxunacaq. Insert-da gəldi, screenshot bölməmiz var. Screenshot nədir? Belə deyək. Baxın, hal-hazırda Word-ün arxa planında Windows pəncərəm var. Və mən screenshot-a toxunarsam, baxın, screen clipping edərsəm, avtomatik bir arxa pəncərəyə gedir, ekranı bulanıqlaşdırır və artıq oxla seçdiyim hissədən müəyyən kəsintiləri edib Word-ümə əlavə edə bilirəm. Online video bölməmiz var. Hər hansı bir videonun linkini əlavə edərək biz videonu buraya əlavə edə bilirik və ya link bölməmiz var. Bookmark var, bunlar lazım deyil. Comment bölməsi ilə müəyyən rəylərimizi bildirə bilirik istənilən sözlərə. Header footer bölməmiz var. Bu nədir? Bəs headerlar yəni səhifələrə başlıq verir, yəni bütün səhifələrə başlıq verir. Misal üçün ən yayılmış modellərindən biri tutaq ki, başlıq adında bir başlıq yaradıram və artıq yeni səhifə əlavə edəndə, yəni Ctrl-Enter ilə yeni səhifələr əlavə etdikdə, baxın, bütün səhifələrə bu formada başlıq yazısı düşür. Eyni formada footerlar var. Footer yəni headerin tam əksi olaraq aşağı hissələrinə, yəni səhifənin aşağı hissəsinə düşür və bütün səhifələrə aid olur. Page number bölməmiz var. Bütün səhifələrə rəqəmləmə əlavə etmək üçün istifadə olunur. Page number buradan ən çox istifadə olunan, bunlar zaten mövqeyinə görə düzülüb sırayla. Ən çox istifadə olunan sağ alt küncündə olan, baxın, buradan bu sağ alt küncə aid olan nömrədir və birinə aid etdikdə, baxın, 2 eyni formada 3-cü səhifələrdə sırayla düzülür. Insert text box-ımız var. Bu da çox nadirən də olsa lazım ola bilər. Belə bir daşına bilən mətn verir bizə və biz mətni dəyişə bilirik, istədiyimizi yaza bilərik. Insert buradan bizə lazım olacaq bir hissə. Equationlarımız var, simvollarımız var. Equationlarımız bizə hazır düsturları verir, yəni riyazi ifadələri buradan istədiyimiz formada yaza bilərik. Matrixlər olsun, loqaritma limitlər olsun və ya funksiyonlar, yəni kəsr ədədlər olsun. Misal üçün 2/1 yazmaq istəsək, bu formada yaza bilərik. Eyni formada simvol bölməmiz var. Yəni klaviaturamızda olmayan bütün simvolları buradan əlavə edə bilərik. Misal üçün sonsuzluq olsun, belə bir bölmə işarəsi olsun, beta olsun. Drop bölməmizdə bizə lazım olacaq bir funksiya demək olar ki, yoxdur. Belə bir funksiya var burada. Biz misal üçün, baxın, biz bura hər hansı bir şey çəkdik. Bunu deaktiv edib. Baxın, misal üçün üst-üstə gəl, 4-ü heç tanıya bilmədik. U kimi tanıdı. Insert vursam, baxın, üst-üstə gəl, onu buraya əlavə etdi. Bu da yəqin ki, heç vaxt lazım olmayacaq. Dizayn bölməmizdə
Sizə lazım olacaq burada tək hissə watermark ola bilər, yəni mətnin arxasına yazı yazdırmaq. Belə bir mətnimiz var və siz istəyirsiniz ki, bu mətn kopyalanmasın, heç yerdə printə verilə bilməsin. O zaman watermark bölməsinə gəlib istənilən yazını seçə bilərik və ya buradan custom edə bilərik. Custom etdikdə buradan text'i aktiv edirik və bura istədiyimiz yaza bilərik. Misal olsun. Belə bir şey yazıram və OK vurub əlavə etdikdə baxın arxa fonda yazını görə bilərəm artıq. Bu çapa verildikdə arxa fonda da belə bir yazı düşəcək. Layout bölməsi. Layout bölməsi lazımlı bölmələrdən biridir. Burada marginlərimiz, yəni sərhədlərimiz var. Baxsaq görərik ki, mouse-la, yəni başlanğıcla səhifə sonu arasında məsafə çoxdur. Gəlib biz bunu buradan narrow edə bilərik. Baxın artıq məsafə azaldı. Və ya fərqli parametrlərdən istifadə edə bilərik. Eyni formada səhifənin hansı formada printə verəcəyimizi seçə bilərik. Misal üçün landscape, yəni tam yana çökmüş formada istifadə edə bilərik və ya portrait modumuz tam düzgün formada istifadə edə bilərik. Size'lardan ən çox istifadə olunur letter və ya A4. Bütün ofislərdə bundan istifadə olunur. Kolumlarımız nədir? Mətnlərimizi neçə sütun formasında göstərəcəyini seçir. Misal üçün 2 sütun formasında şeirlər, poemalar kimi mövzularda istifadə oluna bilər. Break nədir? Bizim kontrolumuzu əlavə bizim kontrol enterimizi əvəz edən funksiyadır. Misal üçün buraya gəlsək və break desək, baxın, artıq yeni bir səhifə ayıracaq. Buradan ayırdı və yeni bir səhifə əlavə etdi. Eyni formada bunu kontrol enter ilə də edə bilərik. Sıralamamız var. Hər bir sətri sıralayır. Baxın, belə bir sıralama verdi. Yaxınlaşdırıb baxsaq görərik. Burada artıq belə bir funksiyamız da var. Mətnin yerini dəyişdirmək üçün istifadə olunur. Daha dəqiq yazımlarda istifadə olunur. Biz onu home bölməsində bununla danışırdıq, belə boşluqlar verərək. Amma artıq layout bölməsində bunu daha incə detaylı edə bilərik. Eyni formada burada aşağı və yuxarı formada düzəlişlər edə bilərik. Referans bölməsi lazım deyil, mail bölməsi lazım deyil. Review bölməsi hələ ki lazım deyil. View bölməsi. Burada biz Word-ümüzü oxuma modlarını dəyişə bilərik. Read modumuz var. Oxuma modumuz escape moddan çıxa bilərəm. Və ya web layout-umuz var. Bu eyni formada web səhifəsi modu kimi də keçərli olur. Bizə lazım olan biz həmişə print layout-da işləyəcəyik. Xəttkeşimizi buradan aktiv edib və ya deaktiv edə bilərik. Eyni formada gridline arxa fonlarımız var. Və bir də Ctrl F və ya burada page-in üzərində toxunda da aktiv olan naviqasiyon penimizi gəlib buradan aktiv edə bilərik. Zoomumuz var. Zaten biz bunu aşağı hissədə aktiv və ya deaktiv edə bilirik. Eyni formada misal üçün zoomumuz 46% isə burada 100% toxunaraq avtomatik olaraq 100%-ə gətirə bilərik. Burada hətta biraz bu mətrimizi artırım. Burada one page'imiz və ya çoxlu page'imiz var. Yəni bu nə deməkdir? Bir səhifəmiz və ya çoxlu səhifəmiz. Baxın, hal-hazırda çoxlu səhifə görsənir. Burada bunu bir səhifə formasına gətirə bilərik. Word-də ən çox lazım olan funksiyalar bunlardır. Sürətli formada biz bunların üzərindən 2 dərsə demək olar ki, bitirdik. Sizə ofislərdə lazım ola biləcək və ya gündəlik həyatda lazım olacaq ən vacib funksiyalar bunlardır. Artıq bizim əsas məsələmiz Excel-ə gələn dərsdən başlayacaq.